Herkese salam. Bugün sizinle içerisi bol şokoladlı bilinçik hazırlayacağım. Eğer siz de belə içerisinden şokolad axan bilinçik hazırlamak istəyirsinizsə, kanalımı izleyin. İndi hazırlama qaydasıyla tanış olaq. 3 stəkan un, 4 xörək qaşığı şəkər tozu, 1 paket şəkərli vanil ve 1 kaşık soda əlavə edib qarışdırıram. Daha sonra isə kənarda bir yumurtanı piyaləyə töküb qarışdırıram. Belə olduqda yumurta daha tez açılacaq. Daha sonra isə 3 stəkan sütü az-az əlavə edib qarışdırıram. Daha sonra isə 2 kaşık kakao töküb qarışdırıram. Sonra qızmış tavaya bilincik xəmirini əlavə edib o yüz bu yüz bişirirəm. Artık bilinciklərimiz pişib hazırdır. İndi isə içərisinə şokolad əlavə edib büküb qoyuram. Artık hazırdır. Bütün bilinciklərimi şokoladlayıb büktüm. İndi isə sizə təqdim edim. Baxın, içindən necə də gözəl şokolad axır. İndidən hazırlayacaq olan hər kəsə nuş olsun. Əgər bəyəndinizsə kanalıma abunə olun.